Tərtərdə qadın doğuş zamanı ölüb. Hadisə martın 12-si saat 23 radələrində Tərtər rayon mərkəzi xəstəxanasında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Hacı Qərvənd kənd sakini Röya Zahid qızı Allahverdiyeva doğuş zamanı vəfat edib. Yeni doğulan körpənin həyatını isə xilas etmək mümkün olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Tərtər rayon mərkəzi xəstəxanasından bildirildi ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-si saat 17 radələrində xəstəxananın doğuş şöbəsinə 39-40 həftəlik hamiləlik baş gəlişi doğuşun birinci dövrü diaqnozu ilə daxil olub. Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində qadının fizioloji doğuşu baş tutub, lakin qadının həyatını xilas etmək mümkün olmayıb. Siyəzən rayonunun Yenikənd kəndində martın 12-si saat 16 radələrində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Esmira Güləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazına zəhərlənib. Xəstəxanaya yerləşdirilən Esmira Məmmədova martın 13-də xəstəxanada vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Bakıda süpürgəçinin maşın vurub. Doğru xəbər Azərbaycan Lentaza istinadən xəbər verir ki, hadisə Nizami rayonu Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, yolu təmizləyən 40 yaşlı Samirə Əyyub qızı Məsumova hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Qubada da ölümlə nəticələnən hadisə baş verib. Hadisə dünən saat 17 radələrində rayonun Qımılqazma kəndində qeydə alınıb. Bakı şəhər sakini 27 yaşlı Elçin Yusifoğlu Yusifovun idarə etdiyi kvadrosikl beton maniyaya çırpıb. Nəticədə o aldığı xəsarətlərdən elə hadisə yerindəcə həyatını itirib. Bildirilib ki, Elçin Yusifov Qubaya istirahət məqsədi ilə gedibmiş. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır.